Salam əziz dostlar, hər birinizi xoş gördük. Zami Kino Mərkəzində böyük bir filmin təqdimatı olacaq. Niyə böyük deyirəm? Bəlkə də bəziləriniz burada hər hansı bir nöqsanlar tapacaqsınız, amma siz burada nöqsanlara yox, məniyə, məğzə fikir verməlisiniz. Yanında gördüyünüz bu dahi insan Rəhman müəllim. Biz hələ Gəncədə, Kəpəz TV-də bərabər çalışmışıq və deyirəm Rəhman, bir 10 il olarmı ki biz görüşmürük? Deyir ki, mən 2015-dən səni görmürəm artıq. Həqiqətən də Rəhman müəllimin illər sonra belə uğuruna şahidlik etmək və bu uğurunu gəlib öz gözlərimizlə görmək, uzun illər sonra yerində saymayıb da davamlı yaradıcılıq göstərməyi bizə çox xoş təsir elədi. Öz adımdan deyirəm ki, həqiqətən də normalda cəmiyyət içində Rəhman müəllim deyilir, amma Rəhmanla necə deyirlər, bir çörək kəsmişik və mənim əziz qardaşım. Uğurunu görmək həqiqətən də qürur vericidir. Filminin adını da çox bəyəndim. Yəqin ki, bu bir sosial layihə kimi, proje kimi düşünmək olar. Hər kəsin içində bir boş yeri var imiş. Çox həssas nöqtəyə toxunub, çünki hamımızın içində də mən olmaq şərtindən içimizdəki o boş nöqtəni bu günlərin doldurmağa çalışacağıq. Yəni, gəlin əl-ələ verək və filmə bundan sonra da dəstək olmağa çalışaq. Boş yer filmi Azərbaycanda ilk filmdir ki, bütün texniki və yaradıcı heyəti tələbələrdən ibarətdir. Mən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində media və audiovizual texnologiyalar üzrə bu tələbələrin ixtisas fən müəllimiyəm. Bu tələbələri mən böyük kinoya, böyük səhnələrə ilk addımlarını atmağa sövq eləyirəm, bəli. Bu tələbələr bu filmdə operator, rejissor assistenti, grim, prodüser, işıq rəssamları, bu işlərin hamısını bu operatorlar özləri elədi. Filmdə peşəkar adam yoxdur. Bir mən rejissorluq eləmişəm, qalan bütün heyət tələbələrin özləridir. 4 il ərzində bu tələbələrə bir sənədli film, bir sosial çarx, 2 qısa metrajlı film istehsal eləmişik və sanki bunlar hamısı birləşərək təcrübə toplayaraq keçid olundu tam metrajlı filmin istehsalına. Düzdür, çətin oldu, filmin büdcəsi yoxdur, 0 manatla çəkilib və bir risk altına da keçmişdik ki, ola bilərdi, alınmaya da bilərdi. Yenə də filmdə müəyyən texniki qüsurlar ola bilər, amma nəticədə filmin bir ruhu var, o ruha fikir vermək lazımdır ki, film yəni cəmiyyətə böyük bir mesajı var. Filmdə baş rol ifaçısı Azərin həyatından bəhs olunur. Hər iki valideynindən məhrum olmuş Azər oxumağa gəldiyi müəssisədə müəyyən çətinliklərlə rastlaşır. Yəni bu ailə qayğısından məhrum olmuş gəncdir. Üstəlik də ki, digər həyatda boşluqları var. Sevgisizlikdən, diqqətsizlikdən, müəyyən cəmiyyətdə olan problemlərlə qarşı və posterdə də göründüyü kimi digər başrollarımızdan biri olan Mahir obrazı onun valideyni olaraq diqqətsizlikdən əziyyət çəkir. Bu paraleldə bunları kontrast olaraq vermişik ki, yəni cəmiyyətin mesajı olaraq siz övladlarınıza sahib çıxın, diqqətsiz qoymayın. Çünki hamının daxilində bir boş yer var və o boş yer bəzən itkilərdən, bəzən diqqətsizlikdən, bəzən uğursuzluqdan yaranır və buna görə də cəmiyyətə demək istəyirik ki, yəni bu boşluğu doldurmağa çalışaq bir cəmiyyət olaraq. Bəlkə ətrafımızda kiməsə kömək elədik, bəlkə hər hansı bir dəstəyimiz oldu. Ad belə yarandı ki, bu gənclərin həyatında bir boşluq var. O boş yeri biz göstərməyə çalışdıq ki, yəni bu cəmiyyətdə hər birimizin ətrafında belə bir adamlar var və o boşluqları doldurmağı üçün onlara kömək eləmək lazımdır. Özümüzdən itələmək lazımdır, biz onlara sahib çıxmalıyıq. Təsəvvür edin, bunlarla mən tanış olanda bunların 15 yaşı var idi. Bu tələbələrlə, yəni soyuqda, qışda, montaj otağında saatlarla qalmaq, operatorun kamera arxasında. Çünki biz bu təcrübəni keçmişik, bizə rahat da onlara çox çətindir. Və çox çətinliklə əmələ gətirdik, amma bu uşaqlar yorulmaq bilmirdi. Bəzən olub ki, gecə saat 3-də bitirmişik, bir səhnə olub ki, ev səhnəsi. Valideynlər narahat olub, amma biz bu nəticədə alındırmışıq. Bu film gənclərin Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Media və Audiovizual Texnologiyaların İstismarı Fakültəsinin ərsəyə gətirdiyi tam metrajlı böyük bir filmdir. Bu filmin özəlliyi ondadır ki, yaradıcı heyətlə bərabər bütün texniki heyət, rejissorlar, assistentlər, işıq operatoru, səs operatoru hamısı tələbələrin məhz özləridir. Filmdə cəmiyyətə adaptasiya olmağa çalışan, adaptasiya olmaqda çətinlik çəkən 2 tələbədən bəhs olunur. Belə ki, tələbələrdən biri uşaq evinin məzunudur, digəri isə valideynləri çox çətin bir həyat keçirən
tələbədir və bu tələbələri adaptasiya etməyə çalışan cəmiyyətə onların mərkəzində dayanan bir müəllim obrazı var ki, mən həmin gəncləri cəmiyyətə, onların atmosferinə cəlb etməyə çalışan həmin o müəllim obrazındayam. Mən Sənan Namazov, filmdə də Azər Əliyev. Filmin ərsəyə gəlməsi çox çətin idi həqiqətən. Çünki ağır bir böyük məsuliyyət tələb edirdi. Amma hər şey gözləndiyimiz kimi oldu. Mən orada Azər obrazını canlandırırdım. Düzdür, Azər obrazı mənim üçün çox çətin bir personaj idi. Amma öhdəsindən gəldik. Bu 5-ci filmimizdir. Amma ikinci olaraq başrol olduğum bir filmdir. Ən böyük tam metrajlı filmlərimizdən biri budur. İnsan həyatda nə qədər çətinliklərlə üzləşsə də, içindəki inamı heç vaxt itirməməlidir. Mən Nəsir Rıza. Filmin ilk ərsəyə gəlməsi, yəni ssenaridən başlayır və biz heç birimiz, yəni heç bir belə qrup yoldaşı olaraq, tələbə olaraq bu ssenarini gözləmirdik. Amma bir vaxtdan sonra müəllim bizə dedi ki, bəs bir ssenarim var, inşallah ərsəyə gələcək və bunu yayımlandıracağıq və çəkəcəyik. Və belə elə oldu ki, yəni mən mahir olaraq, yəni ərsəyə çıxdım, yəni mahir olaraq aktyor oldum. Çəkilməyə qalanda isə ekran qarşısında daha belə maraqlı görsəniz də, çəkiliş prosesində bu duyğusallığı yaşamaq olmur, çünki onunla belə deyim, musiqi falan heç bir şey olmadığı üçün duyğusallıq yaranmır. Amma ümid edirəm ki, bacarmışam. Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Peşə Təhsil Mərkəzinin direktoru Pərviz Həmzəyev. Mərkəzimizin istehsalı olan Boşgör bədii filmin özünə məxsusu odur ki, bu yeniyetmə gənclərinin filmi idi. Üstəlik burada iştirakçılarla bərabər filmin texniki tərəfdən, yaradıcı heyətində iştirakçıları, onları təqdim edənlər də gənclər, yeniyetmələr idi. Yəni səs operatoru, işıq operatoru, qrim, geyim, bunlar hamısı mərkəzimizin tələbələri tərəfindən icra olunmuşdur. Yəni film rejissor çıxma şərti ilə başdan ayağa tələbələrimiz tərəfindən istehsal olunmuşdur. İlk tələbə filmi demək olar və bundan da əvvəl bizim tələbələrimiz bir neçə sənəli qısa metrajlı filmlər istehsal etmişik. Bu ilk tam metrajlı bədii filmimiz idi. Filmin də əsas məqsədi odur ki, təhsil mərkəzinin psixoloji, emosional müəssisə olduğunu nəzərə çatdırmaq və bütün insanları, gənclərin, yeniyetmələrə olan problemlərinə diqqət yönəltməkdir. Hər səhər yeni bir günə başlamaq üçün özümə səbəb tapmağa çalışıyorum. Amma hər şey mənasız görünür. Nə qədər çalışsam da bu ağırlıqdan qurtula bilmədim. Atamı sevmək istədim. Amma onun yetkiyə sevgisi hər şey mənim. Anamı qorumağa çalışdım. Amma mən çox zəifim. Ata, mən səni heç vaxt günahlandırmadım. Amma sən heç kimi bizdən üstün tutdun. Ana, mən səni xilas etməyə çalışdım. Amma buna gücüm çatmadı. Güclü ol, xahiş edirəm. Həyat gözəl ola bilər. Sadəcə mən bunu görə bilmədim. Bu sizin günahınız deyil. Sadəcə mənim hekayəm burada bitir. Mən sustum, siz danışın. Boşluğu doldurmaq sizin əlinizə. Heç də hər bir qazanılmış uğur asan qazanılmır. Qazanılmış uğurun arxasında aylarla, hətta illərlə çəkilmiş zəhmət, heç kimin görə bilmədiyi yüzlərlə addım var. Bizim də bugün həssas, duyğulu, kövrək, qarışıq hisslər içində olmamızın səbəbi elə çəkdiyimiz zəhmətlərdir.